Burada mənim bəlkə güləcəksiniz amma bir kitab, bir kinodan fraqment yadıma düşdü. Bir qalan sirrində. Hı. Elşən kitabları oxumamış, istəyir ki, kəməri belinə bağlansın. Hı. Orada ona müəllim deyir ki, sən bu kitabları oxumamış, bu quşların dilini, bu ağacların dilini başa düşə bilməzsən. Əslində mən bunu buna bənzədirəm. Sanki bizim ruhumuz böyüməmiş, Bəli. biz istədiyimiz yerə gəlib çata bilmirik. Deməli, bilirsiniz necədir? İnsan bu həyata yalnız yemək, içmək, nə bilim, gülüb danışmaq, Artıq dünyaya övlad gətirmək. övlad gətirmək, yemək bişirmək üçün gəlməyib. Biz özümüzü hər zaman qısıtlayırıq. Hər zaman biz özümüzü heç nə sayırıq. Amma əslində bizim hər birimizin çox gözəl bir xüsusiyyətləri var, bacarıqları var. Hətta bu doğuşdan gələn bacarıqlardır. Məsələn, öz övladlarınıza baxsaz, özünüzə baxsaz, görəcəksiniz ki, sizdə olan bacarıq, qabiliyyət, məsələn, məndə yoxdur. Məndə olan bacarıq sizdə yoxdur. Amma çoxumuz bunun fərqində deyilik. Çünki niyə? Biz artıq doğulanda keçmiş həyatlarımızı unuduruq. Bu niyə bizə bağlanır? Mən hər zaman deyirəm, reqressiyaya girmək lazım deyil. Bu keçmiş həyatların analizidir. Lazım deyil. Çünki sən orada nə isə xatırlayacaqsan ki, sənin orada ailən olub, uşaqların olub və sən başlayacaqsan onlar üçün darıxmağa. Ki Hindistanda belə bir hadisə olmuşdu. Orada bir uşaq öz həyatını xatırlamışdı. Demişdi ki, mən həkim olmuşam, mənim ailəm olub. Gedib tapmışdılar onun ailəsini. Yəni orada üzləşmə olmuşdu və həmin o uşaq çox özünü pis hiss eləyirdi. Çünki keçmiş həyatı üçün darıxırdı. Yəni o vəziyyətlərə girmək lazım deyil. Ruhun bir dənə işi var ki, aliləşsin, təkmilləşsin, özünü inkişaf elətdirsin. Əgər biz keçmişdə ilişib qalsaq, ki mən keçmişdə kim olmuşam və hər kəs özünü nədənsə keçmişdə şahzadə olaraq təsəvvür eləyir. Biz keçmişdə adam da öldürə bilərik, biz keçmişdə kimisə haqqına da girə bilərik, biz keçmişdə çox böyük bir qəddar bir insan da ola bilərik. Yəni bilmirik bunu. Heç bunu açmaq Keçmək də lazım deyil. Lazım da Bu dəqiqə burada sən bunu həll elə. Amma bir vəziyyət var ki, 14 yaşına qədər uşaqlar əgər tez həyatdan köçürlərsə, o birbaşa keçmişin karmasıdır. Keçmişdə hansısa böyük bir yanlış olub, eləyiblər və ona görə də artıq 14 yaşına qədər çatmırlar. Amma 14 yaşından sonra artıq insan şuurlu şəkildə hər şeyi dərk eləməyə başlayır, yəni ona icazə verilir ki, öz qismətini dəyişsin. Amma 14 yaşına qədər köçdüsə, ona artıq icazə də bağlanır. Bu onun axırıncı həyatı olur, yoxsa yenidən? Yox, onu biz bilə bilmirik. Onu biz bilə bilmirik. Hətta elə uşaqlar var ki, bəzən deyirlər ki, uşaq məsəl üçün 1 aylıq, 2 aylıq rəhmətə getdisə, onun artıq karması bitdi, reinkarnasiyası bitdi. Yox. Onun keçmiş həyatdan bir qalğı var idi ki, o bu həyata və yaxud ana bətnində doğulmamış bu təcrübəni almalı idi ki, ondan sonra yenidən bu dünyaya gəlsin, daha böyük bir boyut atlatsın.